Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə nə qədər dövlət rüsumu təyin olunub? Yetkinlik yaşına çatmayan, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi 20 iş günü ərzində verildikdə və ya müddəti uzadıldıqda 3 ayədək 15 manat, 6 ayədək 30 manat, 1 ilədək 60 manat, 1 il 6 ayədək 90 manat, 2 ilədək 120 manat, 2 il 6 ayədək 150 manat, 3 ilədək 180 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur. Həmin şəxslərə müvafiq yaşama icazəsi vəsiqəsi 15 iş günü ərzində verildikdə və ya müddəti uzadıldıqda isə 3 ayədək 25 manat, 6 ayədək 50 manat, 1 ilədək 100 manat, 1 il 6 ayədək 150 manat, 2 ilədək 200 manat, 2 il 6 ayədək 250 manat, 3 ilədək 300 manat məbləğində dövlət rüsumu tətbiq olunur. Qeyd edək ki, itirilmiş müvəqqəti yaşama icazəsi vəsiqəsinin yenidən verilməsinə görə dövlət rüsumu 20 manat məbləğində müəyyən olunub.